Mən bezmişəm də bu millətdən sözün əsl mənasında. Mən bir 5 manat tapa bilmirəm ki, özümə yemək alım. Yəni mən nə vaxt mən bu xarabada mən iş tapa bilmirəm. Qardaş bu pox day əsəbləşirəm. McDonald's-da əsəbləşirəm. Cibimdə 5 manat pulum yoxdur ki, bir dənə pox yerdən mən şey alım. Nəysə, uzun sözün qısası. Mən bu millətdən cana doymuşam. Mən başa düşə bilmirəm. Mən 2006-cı ildən bəri yaşayıram bu ölkədə. Mən başa düşə bilmirəm ki, bu millət niyə belə saydı? İşlərin əksəriyyəti fizikidir. Mən oturmalıyam. Mən bir dənə reception işi də tapa bilmirəm. CV verirəm də geri dönüş edəmirlər heç belə. Boş şeylərdir hamısı. Bilmirəm mən. Mənim kimi savadlı bir gənc nəyə görə ağıllı, yaraşıqlı, çox bilmiş, oturub 5 manatın dərdini çəkməlidir. Niyə çəkməlidir? Mən niyə ona buna ağız açmalıyam? Nəysə. Bax biz bu tanışıq. Mən bu tanışı hardan tapmalıyam? Mən hara getməliyəm? Şəhəri gəzməkdən yorulmuşam. CV göndər. Boş şeylərdir. Baxmırlar CV-yə. Çox az şirkət geri dönüş eləyir. Nəysə, uzun sözün qısası. Mən yorulmuşam eta. Mənim cibimdə 5 manat pul yoxdur ki, McDonald's-dan özümə yemək al. Niyə mən ondan bundan xahiş eləməliyəm ki, mənə yemək alsın? Ortak buraya ama.